Ramazanda bir illik yoxsa bütün günahlar bağışlanır hacı? Bir illik... Bir illik yoxsa bütün günahlar? Yox, bilirsiniz, Ramazan ayı insanın gəlir, belə deyək də, günahlarını ki, nə qədər var, yandırır deyir. Amma bəzi günahlar haqqunasla bağlı ola bilər, insanların haqları ilə bağlı ola bilərsə, o günahları gələk biri digərinizlə halallaşasınız, çalışın biri digərinizə halallıq verməyi də bacarın. İnşallah mən Qədir Gecəsində toxunaram bu mövzulara, Qədir Gecəsindən qabaqda. Bu, insan bağışlayanda özü də kamal yolunda yaxşı hərəkət edir. Mən demirəm, amma bağışlayan, o bağışlanan gedir, o öz yerində. Bağışlayan özü də sürətli hərəkət eləməyə başlayır. Allah bir lütf edir onun ayaqlarına sanki sürət verir ki, Sirat körpüsündən tez gedə bilir, hərəkət edə bilir. Ona görə bir digərimizi bağışlamağı da bacaraq onun. Bu məsələnin bir tərəfidir və Allah da neyinir? Günahları bağışlayır. Nə qədər günah eləmişiksə, onları aradan qaldırır ki, bəşər rahat hərəkət edə bilsin. Yəni, bu 30 gün yalnız bu il üçün gəlməyib. 30 gündə bir gün var ki, insanın bir ömründən də üstündür, artıqdır. 70-80 il deyil. Görünən budur ki, o rəhmət insanın bütün ömrünü dəyişə bilər. Nəinki bu tərəf, o tərəf də dəyişə bilər. Möhtəşəm.